İş yerindən arayış üçün qapı-qapı gəzməyə ehtiyac yoxdur. İpoteka, kredit, viza və ya digər məqsədlər üçün sizdən iş yerindən arayış tələb olunursa, evdən, ofisdən, olduğunuz yerdən bir neçə addımda iş yerindən arayışı tam rəsmi və hüquqi formada onlayn qaydada MyGov-dan əldə edə bilərsiniz. Bunun üçün ilk olaraq MyGov tətbiqinə daxil olub aşağıdan xidmətlər, ardınca məşğulluq bölməsini seçmək lazımdır. Açılan ekranda ən aşağıda iş yerinə dair arayışın alınması xidməti görünəcək. Bura daxil olub ilk olaraq çalışdığımız müəssisəni, ardınca arayışın təyinatını, təqdimatın ünvanlı və ya ümumi olduğunu və nəhayət arayışda əmək haqqı məlumatının göstərilib göstərilməməsini seçərək davam et düyməsini sıxırıq. Əgər seçimlərdən ünvanlı olaraq qeyd eləmişiksə, bu zaman növbəti bölmədə arayışı təqdim eləyəcəyimiz qurumun adını və ya vönünü daxil etmək tələb olunur. Müvafiq məlumatı da daxil eləmək kifayət edir ki, arayışımız anında hazır olsun. Buradan da sadəcə arayışı yüklə seçimini eləyərək PDF formatda tam rəsmi, hüquqi statusa sahib olan rəqəmsal sənədi smartfonumuza yükləyə bilərik. Bu qədər sadə, artıq iş yerindən arayış üçün hansısa quruma, müəssisəyə getməyə və ya gözləməyə ehtiyac yoxdur. Sənəd tam rəsmi, rəqəmsal hüquqi statusa sahib olduğu üçün sənədi qəbul edən qurumlar sizdən əlavə imzalı kopya tələb edə bilməz. Əgər video faydalı oldusa, yadda saxlamağı unutmayın ki, iş yerinizdən arayış lazım olduqda ardıcıllığı rahat tapa biləsiniz. Daha çox belə məlumatlar üçünsə kanala abunə olmaq yaddan çıxmasın.